Salam əziz müəllimlər. Mən Bakı Peşəkarlar Akademiyasının musiqi müəllimi Vahabzadə Təranə. Bugün sizinlə musiqili səhnə əsərlərinin izahına baxırıq. Musiqili səhnə əsərlərindən opera, operetta və balet hər üçünün ortaq və fərqli cəhətləri vardır. İlk öncə ortaq cəhətlərinə nəzər salaq. Ortaq cəhətlərindən musiqi və səhnənin vəhdəti, teatrda tamaşaya qoyulması, yəni musiqi vasitəsilə müşayiət olunur, teatr səhnəsində tamaşaya qoyulur. Ədəbi mətn əsasında yazılır. Həmin bu ədəbi mətn, bu həmin musiqi səhnə əsərlərinin ssenarisi sayılır. Buna da musiqidə deyilir libretto. Musiqi librettoya uyğun bəstələnməlidir. Simfonik orkestr tərəfindən müşayiət olunur və pərdələrə, yəni hissələrə bölünür. İndi ayrılıqda nəzər salaq, opera nədir? Opera vokal instrumental musiqili səhnə əsərdir. Yəni burada vokal insan səsi, instrumental alətlərin ifası vəhdət təşkil edir və dram xarakterli əsərdir. Opera sözünün mənası əsər, əmək, iş və məşğuliyyət deməkdir. Operanın librettosu nəzmlə, yəni şeir formasında yazılır. Çünki opera boyu mahnılardan geniş istifadə olunur. Operada solo ifalardan geniş istifadə olunur. Solo tək nəfərin ifası deməkdir. Solo vokal nümunələrə isə ariyalar, ariettalar, ariozalar və s. misal gətirmək olar. Operadakı vokal ansambllara isə duetlərdir, triolardır, kvartet və daha başqaları ola bilər. Ansambl birgə cəm halında ifa deməkdir. Duet 2 nəfərin ifası, trio 3 nəfərin ifası, kvartet isə 4 nəfərin ifası deməkdir. Həmçinin xor nümunələrindən də geniş istifadə olunur, səhnələrə kütləvi xarakter vermiş sayılır. Operanın giriş hissəsi vardır ki, buna uvertura deyilir. Uvertura açmaq, giriş mənasını, başlanğıc mənasını verir. Dünyada ilk opera 16-17-ci əsrdə Claudio Monteverdi tərəfindən və Jacopo Peri tərəfindən yaradılmışdır və İtaliyada yaranmışdır. Azərbaycanda isə bu janrın ilk yaradıcısı Üzeyir Hacıbəyli olmuşdur. 1908-ci il 25 yanvar tarixində Leyli və Məcnun operasını yaratmışdır. Rusiyada isə ilk opera Mikhail Glinka tərəfindən yaradılan İvan Susanin operası idi. Həmin opera 1836-cı ildə yazılıb. Bəs operanın xüsusiyyətləri nədir? Operanın xüsusiyyətlərinə aiddir. Məzmunu dramatik və ciddi mövzular olur. Faciələr də ola bilər, romantik hekayələr də ola bilər. Bütün səhnələr tamamilə mahnı ilə ifadə olunur. Buna görə də ifaçılar yüksək səs texnikasına malik olmalıdırlar. Daha sonra keçirik operetta. Digər adı ilə musiqili komediya. Operettada vokal rəqs səhnələrindən və danışıq epizodlarından, dialoqlardan ibarət komik məzmunlu musiqili səhnə əsəridir. Operaya nisbətən operetta daha qarışıqdır. Çünki burada həm vokal səs var, rəqs səhnələri var, danışıqlar var. Bir də komik xarakter daşıyır. Operettanın mövzusu həm nəzmlə, həm də nəsrlə yazılır. Həm hekayə formasında, həm də şeir formasında yazılır. Dünyada ilk operetta 19-cu əsrdə Fransada Jacques Offenbach tərəfindən yaradılmışdır. Bəs xüsusiyyətləri nədir? Mövzusu humoristik və yüngüldür. Biraz öncə qeyd elədik. Opera ciddi üslubda yazılırsa, operetta daha humoristik üslubda yazılır. Dialoqlardan mahnılarla qarışıq şəkildə təqdim olunur. Yəni, həm danışıqlar, həm də mahnılar bir-birini ard-ardıca əvəzləyir. Əsasən pərdələri, yəni hissələri operaya nisbətən qısa və yüngül formada olur. Tamaşaçını operadan fərqli olaraq ciddi düşünməyə yox, əylənməyə sövq edir. Daha sonra keçirik baletə. Balet sözünün mənası rəqs edirəm deməkdir. Əsasən mövzu izləyiciyə rəqs vasitəsilə, pantomim, mimikalar, həmçinin bədən dili vasitəsi ilə çatdırılır.
Azərbaycanda isə bu janrın yaradıcısı 1940-cı ildə Əfrasiyab Bədəlbəyli olmuşdur və həmin balet Qız Qalası baleti idi. Azərbaycanın ilk balerinası isə Qəmər Almazzadə olmuşdur. Bəs baletin xüsusiyyətləri nədir? Mövzusu dram ola bilər. Bundan başqa romantik hekayələr, əfsanələr, necə bir az öncə qeyd etdiyim elə Əfrasiyab Bədəlbəylinin Qız Qalası baleti də Qız Qalası əfsanəsinin mövzusundan götürülmüşdür. Əsas vasitəsi sırf rəqs, bədən dili və mimikalardır. Baletin tamaşaları da elə pərdələrə və səhnələrə bölünür. Rəqqaslar texniki və estetik bacarıqlara malik olmalıdırlar ki, onlara tapşırılan səhnə hərəkətlərini icra etməyi bacarsınlar. Bütün hekayə rəqs və musiqi vasitəsilə izləyiciyə ötürüldü. İndi isə mövzuya uyğun bəzi testlərin izahına baxaq. Sual belədir. 18 sentyabr Milli Musiqi gününə özəl olaraq məktəbdə Arşın Malalan operettasına hazırlayırsınız. Tamaşaya 2 gün qalmış baş rolda olan şagird xəstələnir, yerinə yeni birini seçmək lazım gəlir. Amma bu şagird əsəri tanımır və musiqi təcrübəsi azdır. Sual belədir. Bu vəziyyətdə aşağıdakılardan hansı ən uyğun və praktik yanaşma olar? Variantlara baxırıq. A variantında tamaşanı təxirə salmaq və yeni tarixdə keçirtmək. A variantı doğru olmaz. Çünki tamaşanın elanları paylaşılır, afişaları asılır. Həmçinin bu məsuliyyətdən qaçmaq sayılır. Ona görə biz bu yolu seçə bilmərik. Ona görə A variantı səhv gedir. B variantında isə yeni şagirdi rola hazırlamaq üçün ona xüsusi məşq və dəstək vermək. B variantı doğru variantdır. Niyə? Çünki bu şagird üçün həm yeni təcrübə olmuş olar, həm də müəllimin dəstəyi vasitəsilə qısa müddət ərzində bu rolu həmin şagird üzərində yenidən hazırlamaq olar. C variantında isə rolu ssenaridən çıxarıb tamaşanı daha sadə etmək, rolu ssenaridən çıxarsaq, ümumiyyətlə tamaşanın mövzusu dəyişmiş olar. D variantında isə əsəri tamamilə dəyişmək və başqa bir əsər oynamaq. Əgər biz əsəri dəyişsək, müəllifin hüququnu pozarıq. Ona görə bu variantda yanlış hesab olunur. Keçirik növbəti suala. Balet və operanın əsas fərqi nədir? A variantı. Baletdə xor olur, operada isə yox. Xeyr, baletdə ümumiyyətlə səs olmur, operada isə bəli, səs olur. Ona görə A variantını götürmürük. B variantı. Operada əsas vasitə vokaldır, düzdür, çünki mahnılardan geniş istifadə olunur. Baletdə isə rəqs. Bəli, düzdür. Düzgün variantımız B-dir. C variantında isə balet yalnız instrumental musiqidir, opera isə səssizdir. Xeyr, opera vokal instrumental musiqidir. Balet isə səssiz, sadəcə rəqs hərəkətlərindən və mimikalardan ibarətdir. D variantında isə opera musiqisizdir. Xeyr, opera vokal instrumental musiqi əsəridir. Balet isə danışıqla müşayiət olunur. Danışıqla müşayiət olunan səhnə əsəri isə operettadır.